Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur Azərbaycan. Budur Azərbaycan. Salam, 102 xəbər, info və inform xəbər TV sosial şəbəkə izləyiciləri. 102 xəbər, info və inform xəbər TV kollektivi yenə də öz missiyasını yerinə yetirərək unudulmaz şəhidlərimizə Respublikanın şəhər və rayonlarında ucaldılan şəhidlər xiyabanlarını ziyarət etməklə qürur duyuruq. Bugünkü gəlişimiz İsmailli rayonudur ki, burada da şəhidlərimizin unudulmaz xatirəsi qürurverici duyğularla xatırlanır ki, bu bir növ İsmailli rayon icra hakimiyyəti başçısının və aparatın struktur kollektivinin bir növ diqqətidir. Doğrudan da burada da əziz ölməz şəhidlərimizə olan diqqət və qayğı danılmazdır. Və bizlər də bir jurnalist olaraq öz vəzifə borcumuzu yerinə yetirib, şəhidlərimizin əziz xatirələrinə ucaldılmış xiyabanları ziyarət edərək qürur duyuruq. Və hər dəfə Ulu Öndərin bir kəlamı yadımıza düşür və qürur duyaraq deyirik ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bütün bu diqqətə görə İsmailli rayon rəhbərinə minnətdarıq. 102 xəbər, info və inform xəbər TV əməkdaşları Hicran İmamverdi qızı Seymur Əlioğlu. İntiqamı alınmasa şəhidlərin geri dönmə, son qələbə çalınmasa silahınla sən yürümə, son qələbə çalınmasa silahınla sən yürümə. Altından da